Hər il olduğu kimi bu ildə buraxılış imtahanlarında bir çox şagirdlər yüksək nəticələr əldə ediblər. Onların sırasında elələri də var ki, məktəbə getmədən, parta arxasında əyləşmədən uğura nail olublar. Belə şagirdlərdən biri fiziki çətinliklərinə baxmayaraq əzmi və zəhməti ilə seçilən Yevlaxlı Nəcibə Ramil qızı Əlzadədir. Bu stolu atamın əl işidir və son bir ildir ki, bu stolda dərs çalışıram və çox rahatdır. Mənim bəlkə də uğurumun səbəbi bu stol ola bilər ki, həvəsdən gəlib burada oturub dərslərimi oxuyuram. Nəcibə 9-cu sinif buraxılış imtahanında 252 bal toplayaraq fərqlənmə attestatına namizəd olub. O, uşaqlıqdan aşağı ətrafların serebral iflici diaqnozu ilə mübarizə aparır. Səhhəti ilə əlaqədar məktəbə gedə bilməsə də təhsilini ev şəraitində fərdi qaydada davam etdirib. Uğur qazanmaq hər şəxsdə olur da, hər zaman olur. Əgər istəsən, inansan, o şəkildə, yəni onu edə bilirsən də. Həvəsin olsa, məqsədin olsa, nail ola bilərsən. İlk öncə inşallah 11-ci sinifdə də qanizasiya almaq istəyirəm. Yüksək buraxılış və blokla birlikdə yüksək bal toplayıb kompüter mühəndisliyi istəyirəm. Proqramist. Yəni bu peşəni seçməkdə məqsədin nədir? Orada qrup fənləri məni cəzb eləyir. Ən çox da riyaziyyat fənnini sevdiyimə görə həm buraxılış, həm də blokda onu yüksək nəticə alacağımı düşünərək və digər fənləri də sevərək oxuduğum üçün o peşəyə yönəldim. Fənləri sənə sevdirən kimlər oldu? Başda əfsanə müəllim oldu. Riyaziyyatı mənə sevdirdi və asan şəkildə izah etdiyi üçün mən riyaziyyatı çox gözəl şəkildə anladım. Sonra digər informatikadan Nüşabə müəllim və fizikadan Gülnarə müəllimə borcluyam ki, onlar məni bu fənləri sevdirdilər. Nəcibənin anası Yeganə Əliyeva qızının 9 aylığından bu günə qədər 13 ağır əməliyyat keçirdiyini, amma oxumağa həvəsi olduğunu deyib. Nəcibə ümumiyyətcə hər zaman psixoloji cəhətdən də iradəli uşaq olub. Hər zaman fərqli olub, yaşlarından fərqli olub. Böyük insanlar kimi qərarlar verir. Kiçik yaşlarından elə idi. Hər zaman da biz dəstək olmuşuq da, yanında olmuşuq, dəstək olmuşuq. Səhhəti ilə bağlı nə problemlər olub. Hər zaman biz onun yanında olmuşuq. Təhsilində geriləməyə qoymamışıq. Hətta ayağında gipsi şinası olan vaxt belə o təhsilinə davam edib də. Ona görə də bugün nəticəsi belə oldu. Uğuruna mən çox sevinirəm. Allah hər bir kəsin evladını xoşbəxt, uğurlu eləsin, bizim evladlar həmçinin. Demək olar ki, ildə 2 dəfə olub əməliyyatı. Hər əməliyyatda da düzdür. Biz də əziyyət çəkmişik. Valideyn kimi, çünki gözümüzün önündə övladımız elə bir vəziyyətdə. Amma övladın əziyyəti tamam başqa olur da, çünki bir işçi sümük əməliyyatı olur. Allah uğurlarını bol eləsin, nə deyə bilərik ki? Bir valideyn kimi çox qürurlanırıq. Allah uğurlarını bol eləsin. Bu uşaq özünə qapanmadı. Uşaq ancaq irəliləmək fikrində, nətər deyim da, yəni özünü geriyə çəkmədi. İndi düzdür, özü deyir ki, biraz daha da yaxşı ola bilərdi. İndi düz, bu bizi qane eləyir. Əzmi, iradəsi və biliyə sevgisi ilə seçilən Nəcibə artıq bir çoxlarına nümunədir. Çətinliklərə baxmayaraq Nəcibə təhsilini yarımçıq qoymayıb. Böyük iradə nümayiş etdirərək uğura gedən yolunu davam etdirib. Ən böyük arzusu 700 bal toplayaraq yüksək nəticə göstərmək, prezident təqaüdünə layiq görülmək və kompüter mühəndisi ixtisasına yiyələnməkdir. Ümid edirik ki, o gələcəkdə respublika birincilərindən biri olaraq böyük nailiyyətlər qazanacaq və hər kəsə örnək olacaq. Leyla Vəfadar, İntiqam İbrahimov, Bizim Media.